Əqidə ilə bağlı hədislər silsiləsi. Tövhid üzrə ölən kimsənin qəti olaraq cənnətə girmə fəsli. Bismillah, vəlhamdülillah, vəssalatu vəssalamu alə rasulillah, əmmə ba'd. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Necə alimlər buyurur ki, mən mətə alə təvhid dəxələl cənnətə qatən. Kim tövhid üzrə ölərsə, qəti olaraq o kimsə cənnətə girəcəkdir. Və buna Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən zikr olunan hədislər dəlildir. Bu hədislərdən bir neçəsini zikr edək. Ən Ubədə ibn Samit radiyallahu anhu belə buyurur. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allahın Rəsulu belə buyurur. Mən şəhidə ən la ilahə illallah vəhdəhu la şərikə ləh və ənə Muhammədən abduhu və rasuluhu və ənə İsa abdullahi və rasuluhu və kəlimətuhu əlqahə ilə Məryəm və ruhun minhu vəl cənnətə haqqun və nərə haqqun ədxələhullahul cənnətə alə mə kənə minəl əməl. Muttəfiqun aleyh. Deyir ki, Allahın Rəsulu hər kim Allahdan başqa ibadət ediləcək bir ilahın olmadığına, onun tək olduğuna, heç bir ortağı olmadığına, həmçinin Muhammedin Allahın qulu və Rəsulu olduğuna, həmçinin İsa'nın Allahın qulu və Rəsulu, Məryəmə atıldığı bir kəlməsi və ondan bir ruh olduğuna, cənnət və cəhənnəmin haqq olduğuna şəhadət edərsə, Allah onu hansı əməl üzrə olur olsun, cənnətinə daxil edər. Bu hədis Buxari və Müslimin ittifaqla rivayət etdiyi hədisdir. Həmçinin Ən Cəbir radiyallahu anhu buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allahın Rəsulu belə buyurur. Mən ləqiyallaha la yüşriku bihi şeyən dəxələl cənnətə və mən ləqiyahu yüşriku bihi dəxələn nər. Bunu da Müslim rivayət edir. Deyir ki, Allahın Rəsulu hər kim Allaha heç bir şeyi şərik qoşmadan ölərsə, yəni onunla bu halda qarşılaşarsa, cənnətə girər. Hər kim də ona bir şeyi şərik qoşaraq onunla qarşılaşarsa, cəhənnəmə girər. Növbəti hədisdə Ən Uqbə ibn Əmir radiyallahu anhu buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allahın Rəsulu belə buyurur. Mən ləqiyallaha la yüşriku bihi şeyən ləm yətənəddə bidəmi haram dəxələl cənnə. Əxrəcəhu İbn Məcəh. Deyir ki, kim Allaha ortaq qoşmayaraq və haram bir qana bulaşmamış olaraq qavuşarsa, o adam cənnətə girər. Həmçinin Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allahın nəbisi belə buyurur, Rəsulu. Ləqanu məvtəkum, la ilahə illallah. Fəinnə mən kənə əxiri kəlimətihi la ilahə illallah indəl məvti dəxələl cənnətə yəvmən minəd dəhri və in asabəhu qablə zəlik mə əsabəhu. Deyir ki, ölüm anında olanlara la ilahə illallah sözünü deməyi təlqin eləyin. Hər kimin ölüm anındakı son sözü la ilahə illallah olarsa cənnətə girər. Bundan öncə başına nə gəlir gəlsin, onun cənnətə girməsini dəyişdirməz. Həmçinin Əbu Zər radiyallahu anhu buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allahın Rəsulu belə buyurur. Mə min abdin qalə la ilahə illallah thumma mətə alə zəlik illə dəxələl cənnətə. Qultu və in zənə və in səraq qalə və in zənə və in səraq. Qultu və in zənə və in səraq qalə və in zənə və in səraq. Qultu
ve in zana ve in sarak qal ve in zana ve in sarak ala ragamin anfin Əbi Zər. Deyir ki, La ilahe illallah deyən və sonra da bu hal üzrə ölən elə bir qul yoxdur ki, cənnətə girməsin. Mən dedim ki, o qul zina etsə və oğurluq etsə belə, Allahın Rəsulu deyir ki, bəli, zina etsə, oğurluq etsə də belə cənnətə girəcək. Mən yenə dedim, o qul zina etsə və oğurluq etsə də belə, Allahın Rəsulu dedi, zina etsə və oğurluq etsə də belə cənnətə girəcək. Mən dedim, o qul zina etsə və oğurluq etsə də mi? Allahın Rəsulu buyurdu, Əbu Zərin inadına rəğmən, onun istəyinin əksinə o qul zina etsə də, oğurluq etsə də cənnətə girəcək. Həmçinin Əbu Zərdən yenə rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur. Ətəni Cibril aleyhisselam və qal, mən mətə min ummikə la yushrik billahi şeyən dəxələl cənnətə. Qultu və in fəalə kədə və kədə qalə nəəm. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mənə Cəbrail aleyhisselam gəldi və belə dedi. Ümmətindən heç bir şeyi şirk qoşmayaraq ölən kimsə cənnətə girər. Mən dedim ki, o filan hərəkət etsə də cənnətə girərmi? Cəbrail bəli dedi. Bu hədislər bizə tövhidin fəzilətini, tövhidin bütün günahlara kəffarə olmasını bildirir. Tövhidin Allah qatındakı məqamını bildirir. Tövhid bütün günahlara kəffarədir. Tövhid bütün günahlara kəffarədir. Ona görə də tövhidin Allah qatında məqamı ucadır. Tövhid əhlinin fəziləti ucadır. Allah Azza və Cəllə bizi tövhid əhlindən etsin. Bizi tövhid üzrə yaşatsın və bizim canımızı tövhid üzrə alsın və bizi salihlərə qovuştursun. Allahümmə amin.